Bir mühəndis, bir fizik və bir riyaziyyatçı Şotlandiyada qatarla gedərkən pəncərədən bir qara qoyun görürlər. Mühəndis deyir, Şotlandiyadakı qoyunlar qara rəngdədir. Fizik etiraz edir, yox, Şotlandiyadakı bəzi qoyunlar qara rəngdədir. Riyaziyyatçı isə nəticəni belə yekunlaşdırır. Şotlandiyada ən azı bir tərəfi qara olan ən azı bir qoyun var. Bəzən bir hadisəni görürük və bizə elə gəlir ki, artıq hər şeyi anlayırıq. Amma əslində gördüyümüz yalnız bütövün kiçik bir fraqmentidir. İnsan zehni adətən müşahidə etdiyi kiçik bir məlumatı avtomatik olaraq bütün reallığa şamil edir. Bu Bertalanffinin sistem yanaşmasının əsas prinsipidir. Bütöv hissələrin cəmindən artıqdır. Yəni biz yalnız faktlara deyil, onların əlaqəsinə də baxmalıyıq. Kognitiv psixologiyada buna overgeneralization, yəni ümumiləşdirmə yanılması deyilir. Zehin enerji qənaətinə meyillidir. Ona görə də hər dəfə sıfırdan analiz aparmaq əvəzinə keçmiş təcrübələrdən və ilkin müşahidələrdən qaynaqlanan hazır şablonlarla düşünür. Bu bizə çeviklik qazandırır, amma çox vaxt reallığı təhrif edir. Fərz elə ki, bir dəfə kimsə səni aldatdı. Zehnin dərhal bu məlumatı bütün insanlara tətbiq etməyə başlayır və insanlara güvən olmaz kimi bir inanc formalaşdırır. Halbuki bu sadəcə bir təcrübə idi, amma həmin hadisə sənin zehni filtrinə çevrildi və sən artıq hər şeyi o filtrlə görürsən. Beynimizin default mode network adlı sistemi daim məlumatları ümumiləşdirərək kateqoriyalaşdırır. Psixologiyada buna selektiv qavrayış deyilir. Biz reallığı bütöv deyil, yalnız görmək istədiyimizi görürük. Hər dəfə bir hadisə yalnız öz kontekstində realdır. Yəni o fakt başqa sistemin və ya başqa səbəblərin bir hissəsidir. Əgər biz yalnız bir elementə əsasən bütün sistem haqqında hökm veririksə, bu bir ağacı görüb bütün meşə belədir deməkdir. Halbuki o ağac qoca ola bilər, cavan da ola bilər və ya torpağı fərqli ola bilər. Müşahidə, assosiasiya və nəticə bir-biri ilə əlaqəli üç sistemdir. Əgər müşahidə məhduddursa, assosiasiya yanlış olur və assosiasiya yanlış olanda isə nəticə təhrif edilmiş reallığa əsaslanır. Bəs sən necə düşünürsən? Gördüyün şeylərə inanırsan, yoxsa inanmaq istədiyin şeyləri görürsən? Biz həqiqəti deyil, öz filtrlərimizi müşahidə edirik. Bu səbəbdən iki insan eyni hadisəyə baxaraq biri ədaləti gördüyü halda digəri haqsızlıq görür. Bu nisbilik qanunudur. Həqiqət obyektiv deyil, baxış prizmasına bağlıdır. Zehnini inkişaf etdirən insanın düşüncəsi çevikləşir. O artıq bu doğrudur demək yerinə bu indi və bu şəraitdə belə görünür deməyi öyrənir. Belə bir insan dərk edir ki, onun bildiyi, düşündüyü, müşahidə etdiyi şeylər həqiqətin hamısı deyil, ancaq bir tərəfidir. Bu zaman ego sakitləşir, zehin açılır və yeni məlumatları qəbul etməyə hazır olur. Sənin öz həyatında bir hadisəni görərək tələsik nəticə çıxardığın zamanlar olubmu heç? Bəlkə də nəticə uzun illər boyu sənin qərarlarını, münasibətlərini, hətta dünya görüşünü formalaşdırıb. Bəs sən öz müşahidələrinə nə qədər şübhə ilə yanaşmağa hazırsan? İnkişaf buradan başlayır. İnsan müşahidəsini düşünməyə başladığı anda filtrləri zəifləyir, qavrayış genişləyir, sistem isə bütöv görünür. Artıq bir hadisə həqiqət deyil, məlumat olur. Məlumat isə dəyişdirilə bilər. NAT məhz bu çevrilməni faktdan biliyə, bilikdən dərk etməyə, dərk etmədən transformasiyaya keçidi təmin edir. Şuuraltı açarlar adlı NAT dəyişim kampaniyası məhz zehnin oyunlarını anlamaq və həyati əhəmiyyətli dəyişim üçün çox faydalıdır. 16 fevralda başlayırıq, onlayn və əyani qoşulma mümkündür. NAT diploma təliminə qoşulanlara fərdi dəyişim seansı və pulun psixoloji kodları workshopu hədiyyə olunur. Unutmayın ki, həqiqət bir yerdə deyil, o baxışın genişliyində, düşüncənin axışındadır. Fikirləriniz çox dəyərlidir.